Hamısı bugün sizinlə birlikdə PUBG-də sizə hassasiyyət ayarlarını verəcəyəm və hassasiyyət ayarları ilə birlikdə də ki, Fatihə qazananlar üçün oyunu göstərəcəyəm. İndi keçək videomuza. Sizə hansı silahla başlayacağımı göstəreyim. Ən birinci, yenə keçən videosu göstərdiyim kimi popülər olan silah M416-nı seçirik. Bir də ki, onun yerinə belə çox mərmisi olan belə nətər droplardan çıxan mediadan istifadə edəcəyik. Birinci sizə hassasiyyət ayarlarımı, qrafik ayarlarımı göstərəcəyəm. Bu ayarlarla oynasayız, belə Fatihə zada kasmaq sizin üçün çox asan gələcək. Amma sonra deməyin ki, sən hassasiyyət ayarını götürdüm, pis oldu, zat deməyin. Çünki mən bu hassasiyyət ayarına çoxdan da alışmışam. Siz də oynamaq üçün buna çox tez alışmalısınız buna. İndi ən birinci qaydada sizə verdiyim hassasiyyət ayarlarından sonra alışmaq üçün sizə ən vacib yol göstərəcəyəm. Düşmanın nətəri ancaq kəllədən vurmağınızı nətər öyrədəcəyəm. Birinci, hamının eğimi eyni olmadığı üçün hamının eğimi eynidir. Özünüz bilirsiniz ki. Çox insanın eğimi yerə baxır, belə yerə baxa yerir. Yerə baxa yeridiyi üçün də ki, adamı belə qaldıranda yuxarı qaldırır. Belə siz elə bil o sizə vurur da, siz ayağından onun başına qədər qaldırında siz ölürsünüz da. Verdiyim ayarlardan sonra siz bunu belə yuxarıda gəzəsiniz, belə dürbün ancaq pas gedəcək belə. Buna görə də ki, indi keçək hassasiyyət ayarlarımıza və qrafik buton özəlləşdirmə ayarımı da verirəm. Buton özəlləşdirmə ayarları üçün sizdən tövsiyəm birinci ya da üçüncüdür. Mən birincini seçmişəm. İkinci çox bərbaddır. Birincində özəlləşdirə gidirik. Mənim ayarım budur. Bunu deyib biraz da sola çəkim. Mənim PUBG-də oynadığım ayar budur. 4 barmaq ayarı. Görmək istəyənlər də ki, ayarım budur. 4 barmaq mən bu ayarından oynayıram. İstəsəz sizə əgər istəsəz sizə kodunu da verirəm. Siz də bu ayarlarla oynaya bilərsiniz. İndi keçək hassasiyyət ayarlarımıza. Qayd edib çıxaq. İndi keçək hassasiyyətdən gəlişmiş ayarlara. Hassasiyyətlərdən kontrol gəlişmiş kontrollərə keçəcəm sizinlə birlikdə bugün. Birinci, çox amaçlı işarəti açığa qoyuruq. Sizin üçün daha avantajlı olacaq. İşarət yardımcısı da ki, baxırsınız kapalı, açıq olduğunuza. Şəxsən mən çox işlətmirəm, oyunun verdiyi öz ayardır. Qafadan vuruş səs effektləri açıq olmalıdır. Gövdə vuruşu səs effektləri açıq olmalıdır. Yerə sərmə və eləmə səs effektləri. Bunlar da ki, baxır sizin öz keyfinizə. Mən bunu açıqda tövsiyə edirəm, amma kapalıda da oynayanlar vardır. Atış modu buton görünümü. Bu da birləşdirdə olmalıdır. Ayarda heç zaman ayrı qoymayın. Atla tırmanı ayrı qoymalısınız. Çünki tırman elə istəsəniz bir duvardan tırmana bilərsiniz və ya məsələn sizə göstərim də indi. Siz deyəlim ki, bu duvardan gələsiniz, bir dənə duvar tapaq. Məsələn burada yoxlayaq da elə burada. Deyəlim ki, siz bu duvardan vurursunuz, belə gəlirsiniz, belə duvarın arxasına gəlirsiniz. Duvarın arxasına siz belə hoppanıb vuranda belə. Belə gəlsiz belə hoppanıb vurmaq istəyəndə bu belə hoppananda belə nəsə göstərir. Bu belə hoppanıb vurmaq istəyəndə çıxır divara. Siz də bunu ona görə siz də bunu birləşdirə qoymamalısınız. Atla tırmanı ayrı qoymalısınız. Eləmə və yatma birləşdirildi, kapalıya qoymalısınız. Hızlı fırlatma özelliyi kapalıdır, bir işə də yaramır. Komik şəkilli fırlatma alan özelliyi dəyişdir dediyi oyun ayarıdır. Yəni sizə Fatihə kasmaq üçün ayarlar, əsas bunlar ayarlar deyil. Yenə də sizə öz ayarımı göstərəcəyəm. Keçirgən arayüz kodu kapalı olmalıdır. Kayma baxır sizin TDM ya da ki, Fatihə Erancılda qastığınızda TDM-də açıq olmasını tövsiyə edirəm, amma Erancılda kapalı olmasın. Sizə verdiyim ayardakı Erancıl ayarıdır. Ona görə də ki, kaymanı kapalıya qoymalısınız. Işığını dəyişimindəki kapalıya açığa da qoya bilərsiniz. Üçüncü şahs nikahınız bağışı. Bunu 90-a qoyun. 80-də oynayanlar da var. Belə kamera çox içinə girir. Mən ətrafımdakı adamları daha yaxşı görmək üçün 90-da oynayıram. Birinci şahs özəlliyində ki, mən birinci şahs oynamadığım üçün oyunun verdiyi öz ayardır. Hızlı koş hassasiyyəti. Bu hızlı koş hassasiyyəti də ki, nəsə göstərmişəm. Elə siz belə qabağa gedirsiniz, qaçmaq üçün çox qabağa eləyəsiniz ki, qaçaq.
Bu da sizi çox avantajsız eləyər. Ona görə də ki, siz gelişmiş kontrollərə buradan gəlib, gelişmiş kontrollərə daha öncəm hardadır? Bir dəqiqə haradaydı bu? Dostlar, yaddan çıxartdım. Bir dəqiqə ana ekran. Bir dəqiqə biz haradaydı axırıncı dəfə? Bu 90-daydı məndə o oyunda. Bir dəqiqə bunu 90 eləyim dostlar. Hızlı koşu hassasiyyətindəydik. Hə. Bunu sıfıra qoyduğumda sizə göstərdiyim kimi baxın. Belə qaçırıq normalda. Gərək çox qabaq eləyirsən ki, qaçır. Bu da sizin Fatihə kasmağınızda çox belə sərfəsiz olur. Ona görə siz bunu ponla yüz eləməlisiniz. Bax, bir dənə qabaq eləyən kimi qaçır. Qabaq eləyən kimi qaçır. Bu da ki, sizin belə çox belə sürətli belə oynamağınıza baxır. Anladım, armini dəyişdim. Nəysə, indi geçək sizə obis ayarlarımıza. Mələ ki, yarımçı qalanlarımız var. Bu işarət tarzı belə Fatihə kasmağınızla heç bir əlaqəsi yoxdur. Hızlı koşmaq əyilmə modunu bildirir. Bunu açıqca tövsiyə edirəm. Nişan yardımçısını açıqla. Ana ekran ses işarətləri. Ben normalde kapatda oynamalısınız. Mən klassik modda oynayıram. Baxır telefonunuza. Vuruş komutlarını otomatik işarətdə. Ben açıqda oynamalısınız. Əgər kapalı da oynaya bilərsiniz. İmenini özünüz kil olmaq istəyirsinizsə. Məsələn, vuranda adamın yerin programa göstərir. Mən açıqda oynayıram. Daha çox belə dostlarımla zaten oynadığım üçün açıqda oynayıram. Düşük mermi bildirim səsi. Bunu kapalı da oynamalısınız. Önərilən yeniləmə açıqda oynamalısınız. Buna sürekli sargı bezi kullan. Sürekli sargı bezi kullanın da açıqda oynamalısınız. Bu da baba sərf eləyir. Bir də ki, dostlar, sizə duvar engelləməsini deyəcəm. Məndən də açıqdadır video göstərmək üçün. Deyəm ki, açıqdadır sizdən. Gəldiniz buradan, bir dənə mərmini dəyişim. Gəldiniz buradan elə bir görürsünüz, duvara verir. Belə yanı eləmək üçün duvara verir. Çünki siz belə avantajsınız. Deyəm ki, yanından adam gəlir, mən tez çıxım, deyə göstərəcəm. Yanından mən tez çıxıram, belə dikiz açında da yanından duvara verir. Amma siz əgər gəlsəniz, bunu buradan bağlasayız, haradadır, kapalıya qoysayız, daha şarjörü dəyişmək istəmişsə, belə gəlin şey belə öldürə bilərsiniz, Bunu da ona görə sizə kapalıda daha yaxşı oynaya bilərsiniz. Sonra yatay kaydırma, hızlandırma, bu belə baxır ki, kapalıda da oynaya bilərsiniz. Otomatik maç mesajı açıq olmalıdır. Harita yatmaq üçün basılı tut kapalıdır. Ən avantajlı şeydir. Patlayıcı mermi yolunu göstər. Bunu da açıqda oynamalısınız. Yaxın dövüş silahının otomatik kuşan kapalıda oynamalısınız bunu. Bunu ümumiyyətlə açmamalısınız. Yaxın dövüşdə zaten çox sərfəsiz olur. Şarjörü ilə iptal. Bunu da ki, ateşli iptala qoymalısınız. Otomatik iniş. Otomatik iniş ilə bu üçü bu üçü Fatih'də sizə də çox önəmli olmayacaqdır. Amma yenə də ki, əlimizdən gəldi. Yenə də ki, azmaz kömək orada. Fatih'də yenə də olmur. Deməli, jiroskop ayarları da var. Jiroskop ayarını mən şəxsən kapalıda oynayıram. Kapalıda belə istədim bir gün kontrol nəyi var qalsın, jiroskop öyrənmək. Amma prosta yenə də nə eləsəm də jiroskop kasmağı tam öyrənəmirəm. Ona görə də ki, amma yenə də sizə jiroskop ayarlarını da deyim. Mən bir gün belə jiroskop kasmağı öyrənmək üçün girib açmışdım. 3-cü şahıs bundan ayarladım yenə. Öyrənmək istəyəndə açmışdım. O da babat ayarı idi. Prosta özüm öyrənmədim də. Nişan özellikləri açıq olmalıdır. Gelişmişlərdə bir dəqiqə. Sizə indi burada, sizə indi jiroskop birazını deyərəm. Sizə indi grafiklərdə normalda hamı super akıcıda ya da ki akıcıda oynayır. Məndə ikisində də ki aşırı, yəni 60 FPS verir. Amma HDR-də oynayanlar üçün də ki qəşəngdir HDR zətdə. Prosta HDR-də mənim telefonumu kastırır deyə HDR-ni çox da önərmirəm. HD ilə oynaya bilərsiniz, amma bu indi ən sərf eləyən super akıcıdır. Bir də ki, buradan klasika qoymağı, renkliyə qoyun, daha belə açıq olsun. Sonra parlaqlığı da ki, buradan bu maksimal özü də görürsünüz da. Maksimal 150. Bunu 100-də oynamağınızı tövsiyə eləyərəm. Niyə desəz, bunu ponluya qoysayız, telefon parlaqlığın. Amma bir də ki, oyun parlaqlığı ilə telefon parlaqlığın eyni qoysayız, sərfəs olacaq, telefonunuz qızacaq, donmaz olacaq. Ona görə də ki, siz iki yoldan birini də seçə bilərsiniz. Məsələn, bunu 150-yə qoyasınız, telefonunuzun işığını azadasınız. Ya da ki, bunu 100-ə qoyasınız, telefonunuzun işığını çox azadasınız. Mənim telefon işığı daha ideal gəldiyi üçün mən 100-də oynayıram. Bu da ki, aşağıda baxır sizin öz keyfinizə.
İndi biz axırda jiroskopu biz nədir, səsim tutulub bayaqdan danışıram. İndi biz sizinlə jiroskopu düzənləyəcəyik. Jiroskopu daima açıqda oynamağınızı tövsiyə edirəm. Dürbün açsın, onlar tanımır. Üçüncü şahs dürbünsüzdə 208 ayarı tam realdır. Mən bundan ilk videomda 3x ayarında sizə jiroskopun 3x ayarını göstərmişdim sizə. 3x nədir? 3x dürbünün jiroskop ayarını da sizə göstərmişdim. İndi ona bunu dəyişdirmişəm. Bu normal bütün silahlar üçün jiroskop ayarıdır. Üçüncü şahs dürbünsüzü 208-ə qoymalısınız. Birinci şahs dürbünsüzü 196-ya qoymalısınız. Bunlar bu ikisi çox önəmlidirlər. Uşunu, nişanzat, belə bölüşünüzat onlar da çox dəyir. Bir də ki, baxır sizin daha çox hansı dürbün oynadığınızda 2x dürbün, 3x dürbün, 4x dürbün, 6x, 8x bunlar mənim ayarımla qəşəkdir. Mən öz ayarımla belə alışmışam. Amma siz istəsəniz də girib bunları belə ayarlayıb özünüzlə öz ayarlarınızı eləyə bilərsiniz. Amma deyirsinizsə mən sənin ayarında öyrəşmək istəyirəm. Mənim ayarımı da buradan götürə bilərsiniz. Deməli jiroskop ayarını da qurtardıq. İndi sizinlə oyundakı kuralları keçəcəyəm. Məsələn, çox insanın elədiyi səhvdir. Mən şəxsən özümdəki Erangel oynayanda bu səhvləri generallarda görmüşəm. Və bu səhvləri eləməməlisiniz. Sizə hansı səhvləri elədiyinizi də göstərəcəyəm indi. Məsələn, deyək istəyir ki, əlinizdə MG var. Sonra mərminiz qutardı, belə basırsınız belə hoppana mərmini dəyişməyə. Belə hoppana mərmini dəyişirsiniz belə. Hoppana mərmini dəyişirsiniz. İndi bir aşağıda olar kimi fikirləşin. Sən orada elə hoppansan, elə ödərsən. Amma bir də fikirləşin ki, mərminin tarafına Amma bir də fikirləşin ki, belə mərminin dəyişəndə saxsız eləyəsiniz, sizə kask ata bilməsinlər, belə sizi engelləsinlər, bloklasınlar. Bunları da eləyə bilərsiniz. Məsələn, göstərin bax. Oradan hoppana fikirləşin. Bir də ki, buradan həm ayrılır, kask atmaq istəyən adam fikirləşin. Sizə görə hansı sərf eləyir, mənə görə bu da daha ən qəşəng budur. Siz də öz ayarlarınızı eləyə bilərsiniz. Bunlar dostlar, deməli, bunlar mənim ayarlarım idi. Sizlər ki, sizin istəsəniz belə jiroskopu öz dürbünüzdə də eləyə bilərsiniz. Məsələn, sizə jiroskopu göstərim deyə, hardan göstərdik deyə hassasiyyətdən. Jiroskop daima açığa qoymuşam. Amma bir dəqiqə jiroskop niyə açılmır? Bir dəqiqə dostlar, jiroskop niyə açılmır? Bir dəqiqə. Kontrollər gelişmişdən buradan açmışam jiroskopu. Jiroskop daima açıqdır. Prosta səbəb deyəsən baqa girdi, məndə jiroskop açılmadı. Yəni baxım yenə. Jiroskop daima açıqdadır. Bağa verib, yəqin baqa girib, deyişin olmaz. Jiroskop ayarlarını da mən dediyim kimi eləyə bilərsiniz. Onlar da bir sərf eləyir və istəsəniz dürbünlərdən öz ayarlarınızı da eləyə bilərsiniz. Amma mənim ayarlarım da qəşəkdir, elə. Amma mənim ayarlarımı eləsəniz tam alışamayasınız. Hələ onu alışmaq üçün məsələn, gələsiniz buna, tez buna. İlk dediyim sözləri eləməlisiniz ki, mən verdiyim hassasiyyətlərə alışa biləsiniz. Bugün də sizin dostlar, bugün də sizinlə birlikdə bir dənə də videonun sonuna gəldik. Belə tarz videoların gəlməsini istəyirsinizsə kanala abunə olun və like atın. Hələlik.